Belə bir 20 gövdə müraciət eləyib, problem bax budur. VSC işarəsi yanır. Belə vaxt getmir də. Antizanosu. Hal-hazırda diaqnostik eləyək, baxaq dərdir. Ştanq sur kodu CDI tip işlədir. Sur kodlarından biri akkumulyatordan şikayət eləyir. Otomatik boşmuşur. Baxın zarətliyə. Deməli, problemimiz bu angle sensorda çıxdı. Biraz yoxlanış işləri apardıq və müəyyənlədik ki, elə problem evində bundadır. Bunda da problem necədir? Yəni, faktiki olaraq bu işləyir. Sadəcə bunun daxilində, o çipdə, prosesorda yəni problem var. Düzgün informasiya ötürmür ABS blokuna. Ona görə də həmən işarə ekranda yanır bir müddətdir. Hər maşını söndürüb yandıranda düzəlir. Əvəz elədik və problem aradan qalxdı. Budur. Baxın, angle sensor əvəz olundu və həmənki o VSC-nin işarəsi bu qədər.